Bəs sınaqlara gedirdik də indi müxtəlif sınaqlar həm müəllimlər keçirirdi, həm biz keçirirdik, həm OTK, güvən və sair sınaqlar. O sınaqlarla qəbul nəticəsi arasında fərq oldumu, yoxsa yox? Ümumiyyətlə sınaqlarla əvvəlcədən bilirdinmi nə qədər bal yığacaqsan? Təqribə artıq bilirdim. Hardasa belə deyim, 10-cu sinifdə yığdığım sınaq imtahanlarından balla 11-ci sinifdə çox böyük bir fərq var idi. Yəni 10-cu sinifdə daha aşağı idi nəticələrim. Amma 11-ci sinifdə artıq hal-hazırda topladığım bala çox yaxın ballar idilər. Yəni ən aşağısı məndə olmuşdu hardasa 285. Və güvən yox, OTK sınaqlarına gedirdim. Çünki elə bilirəm ki, OTK sınaqları imtahanlara, dimin imtahanlarına daha yaxındılar. Və bir də ki, Süleyman müəllimin hazırladığı sınaqlar, hansı ki, blok fənlərinin hər üçündən də müəllimin hazırladığı sınaqlardan istifadə edirdim. Həqiqətən də orada bəzi proqnoz suallar var idi ki, mən imtahana gedəndə həmin suallarla qarşılaşdım. Bir neçə rəqəm fərqliliyi ilə sadəcə. Biz qeyd edək ki, sonda isbat sualını demək olar ki, eynisini demişdik. Bəli.